körpəşan gözünün qabağında elə bir işgəncə ilə. Bugün eşitdim ki, oğlan narkoman. Axşam millət tökülmüşdü ora. Sumqayıtda qətl hadisəsi baş verib. Hadisə şəhərin Kimyaçılar adlanan qəsəbəsində qeydə alınıb. Belə ki, İlkin Atakişiyev gecə saatlarında həyat yoldaşı yeganə Atakişiyevanı qətlə yetirib. Daha sonra onun öz canına qəsd etdiyi bildirilir. Astanavkada 15 nömrədə düşəndə bir xanım burada yaşayan onun qonşusu mənə dedi ki, Elçin belə-belə bir şey eləyib. Mən çox təəccübləndim. Elçin çox gözəl oğlandı. İlkin çox gözəl oğlandı. Hamıya salam verir. Məsəl üçün yolla gəlir, görürsən götürür, gətirir bura. İntəhsə onlar biraz məndən uzaqdırlar. Elə mənim onlarla, ailələrindən atneşənəm yoxdur. Amma gözəl insan kimi tanıyıram onları. Ben ne üstünde törətdiniz? Vallahi onu eşitmişsiniz mi? heç nə eşitməmişəm. Ancaq bugün eşitdim ki, oğlan narkomandır. Ancaq bugün eşitdim, ha. O da inanmıram. O belə bir gözəl oğlan, maşın sürür, heyvan saxlayır, təsərrüfat, tavada heç çox gözəl insandır. Hamı ilə münasibəti çox gözəl. Mən səhər-səhər xəbərim olub, bilməmişəm ki, nə isti olduğunu. Ümumiyyətlə nə eşitdiniz? Yəni qonşular nədən danışırlar? Yəni nə? Vallahi elə qonşularla elə xəbərim yoxdur. Elə uşağı götürməyə gəlim, yəni ondan xəbərim yoxdur. Ancaq çox heyifçi bir uşağı var idi eşitdiyimə görə. Ona adam körpəşan gözünün qabağında elə bir işgəncə ilə çətinmiş. Bir uşağı var idi. Bildiyim qədərini eşitdiyimə görə. Qonşu deyəndə mən burada qaldım, oğlan orada qaldı, qonşu idi. Bəli. Amma ki, səhər tezdən eşitdim ki, qətl hadisəsi baş verib. Tanıyırdınız ya ümumiyyətlə? Belə salam verişimiz vardı bir qonşu kimi. Belə də belə salam sağ ol. Adamı inanmağı gəlmirdi. Mən inanmağım gəlmədi. Səhər tezdən şəxsən eşidəndə dedim, ola bilməz. Dedi, yox, axşam millət tökülmüşdü ora. Qətl hadisəsi dedim, hə. Məsələ ilə bağlı Sumqayıt şəhər prokurorluğundan RTV-yə verilən məlumata görə, sentyabrın 16-sında Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1987-ci il təvəllüdlü İlkin Atakişiyevin ailə münaqişəsi zəminində 1989-cu il təvəllüdlü arvadı yeganə Atakişiyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə, daha sonra özünə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 qəsdən adamı öldürmə və 125-ci özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.